Daniel Goleman nəzəriyyəsi ilə. Daniel Goleman nəzəriyyəsi emosional zəka, yəni başqa cür desək ki, emosional intellekt adlanır. Və niyə görə emosional intellekt? Çünki Daniel Goleman inanırdı ki, insanların emosiyaları keçicidir və o emosional intellekti IQ-dən üstün hesab edirdi. Yəni bunun niyə nəticəyə gəlmişdi belə? Daniel Goleman bir gün işdən çıxır. New Yorkda, New York şəhərində çalışırdı və özü də Amerika psixoloqudur da deyək. Və yolla gələrkən görür ki, bir avtobus dayanacağına gəlir və özü də yorğun olur və görür ki, oradakı o insan izdihamı, o marşruta keçmək bilirik də, yəni çətindir. Yorğun insan üçün ümumiyyətlə, yəni adi şeylər belə böyük bir əziyyət kimi gəlir. Və yəni yəni prosesin yorucu olduğunu görür və amma orada bir şeylə qarşılaşır. Görür ki, avtobus sürücüsü, yəni orta yaşlı, qara dərili avtobus sürücüsüdür və hər kəsə salam, necəsən deyə xitab eləyir və bundan sonra yol boyu maraqlı söhbətlər eləyir. Hətta da şəhərin bələdçisi kimi məlumat verir onlara və müsbət emosiyalarla, yəni məlumat verir və Daniel Goleman hər marşrutdan düşən sürücünü, belə deyək də, hər avtobusdan düşən sərnişini gördükcə hiss eləyir ki, artıq onları marşruta minərkən üzlərindəki ifadə qalmayıb. Yəni belə başa düşür ki, və o vaxtlarda Daniel Goleman psixologiya üzrə yeni dissertasiyasını müdafiə etmişdi, öz işini müdafiə etmişdi. Və bununla da psixoloq kimi belə bir nəticəyə gəldi ki, sən demə, insanın emosiyaları yolxucuymuş. Yəni əgər yaxşı emosiya göstərəcəksənsə, bu təbii ki, yaxşı emosiya ötürəcək. Mənfi emosiya ötürəcəksənsə, yəni mənfi emosiya qazanmış olacaq. Yəni bu fizikada bir növ deyilir, təsir əks təsirə bərabərdir, onun kimi. Və nəhayət etibarilə emosional intellekt nəzəriyyəsini ortaya qoydu və Daniel Goleman insanın iki zəkası olduğu nəticəsinə gəldi. Biri adlanır, deməli, emosional zəka, digəri isə rasional zəkadır. Emosional zəka insanların daha çox hissləri ilə bağlı olan məsələdir və rasional zəka isə insanın məntiqi ilə bağlı olan bir məsələdir ən çox. Məsələn, deyək ki, həyat yoldaşı təzə rəhmətə getmiş xanım nə edə bilər? Bir müddət çox pis ağlayır, bir müddətdən sonra artıq özünü toparlayır, amma yenə də o həyat yoldaşından danışarkən gözlərindən yaş süzülə-süzülə deyir ki, hər şey yaxşıdır, həyatımda hər şey normal gedir. Əslində deyir, onun ağlamağına baxma, o doğrudan da hər şey doğrusunu deyir. Sadəcə bir tərəfdən də hisslərdir də, yəni o ağlama, o insan yada düşür, onunla bağlı xatirələr filan. Əlbəttə ki, yeri görünürsə, təbii ki də ki, o hissləri ilə cavab verir də, yəni göz yaşları ilə cavab vermiş olur. Və bundan əlavə Daniel Golemanın özünün emosional intellektdə işləyərkən adlı bir əsəri var idi. Orada iki universitet tələbəsindən bəhs eləyir. Birinin adı Penn olur, digərinin adı Met olur. Penn, yəni universitetdə akademik nəticələrinə görə hamıdan fərqlənən, yəni üstün olan tələbələrdən olur. Met isə, yəni orta səviyyəli oxuyan tələbə olur, amma öz hamı ilə çox yaxşı yola gedən bir tələbə olur da, belə deyək. Və bunun nəticəsi olaraq universiteti bitirəndən sonra Penə çoxlu yerdən, yəni öz göstəricilərinə görə iş təklifi gəlir. Amma o iş təkliflərindən, müsahibədən keçərkən yalnız bir müsahibədə uğur qazana bilər. Meti isə keçdiyi 8 iş müsahibəsindən 7-sində uğur qazanır. Və eyni zamanda hətta deyirlər ki, Metlə işləyənlər belə onunla demək işləməkdən zövq alırlar. Çünki öz hisslərini idarə edə bilən və eyni zamanda yüksək emosional intellektə sahib olan bir şəxs olur. Mehriban olur insanlarla. Amma Penn isə özündən razılıq olur da, onda belə deyək, akademik nəticələri yüksək, hamıdan savadlı, qırmızı diplomla bitirib. Sözü kəsməm. İlk müəllim var ki,
belə şeydir, salam verməyə də qorxursan da. Məsələn, bax burada Meylimanın indi adını çəkməyəcəm, elə müəllimlər var. Amma mən indi deyəsiniz ki, özüm tərifləmirəm. Amma mənim bir xasiyyətim var ki, mən özümü saxlaya bilmirəm da. Mən hamı ilə ünsiyyətə girirəm. Bax gedirəm, Mələk xala nəfərsən, Planças xala nəfərsən, evdə eşidən nə var, nə yox. Heç ona soruşan yoxdur ha. Yox da ki, yəni hamı ilə də nətərsən, neyinirsən, görünmürsən, belədir. O mən artıq məni o qədər onlar indiyənə qədər elə görüblər ki, mənim qaynım yoldaşı rəhmətə gedəndə mən biraz özümə qapandım da. Yəni hamı mənə deyir ki, könül ölənlərinizə rəhmət. Sənə belə yaraşmır da, sən belə deyilsən. Sən deyən, gülən, Mehman mənim deyir, məktəbin nəşəsi gəldi deyir, sevinci gəldi. Sən gələndə deyir, hər yer gülür, danışır. Yəni sən beləsən də, sənə belə yaraşmır. Yəni mənim də qanunda, təbiətimdə budur. İnsanlarla ünsiyyətə girmək, danışmaq, çox danışıram, dəyişdim. Yəni amma o özünə qapandığı insanlar adam çəkinir. Salam deyirsən, qaşqabaqlı belə salam. Nə artığı var, nə əskiyi var. Deyir, keçir. bəli, Özün istərsən emosional intellekt aşağı olur. Yəni affektiv buna deyə bilərik ki, affektiv taksonomiya zəif inkişaf edir. Emosional intellekti yüksək olan insanlar başqalarına ünsiyyəti rahat olurlar. Hətta münasibət göstərərkən, salam verərkən, yəni bu hər bir yəni addımda hiss olunur da, belə deyək. Yəni o sizə uyğun gəlir də, elə ekstravert, introvert var idi. Hə. Orada o ekstravertlər o enerjini hə. O hamı ilə ünsiyyətə girirsə, məsələn, adi paltar almağa gedəndə başqası ilə gedib qərar vermək istəyirsə, bu olur, yəni ekstravertlər. Amma introvert gedib öz seçimini rahat şəkildə edə bilər də. Yəni onun başqasına ehtiyacı yoxdur. Yəni belə. Ekstravert o enerjinin istiqamətinə görədir. O başqa bir şeydir. Amma bu intellektlə bağlıdır. Yəni insanın emosiyalarını idarə edilməsindən bağlıdır. İndi bir qədər sonra izah edəcəm onu. Deməli burada deyir ki, bircə dəqiqə. Bax. Hə. Deməli burada belə qeyd olunur ki, Pen özündən razılıq kimi o hisslərini idarə edə bilmir. Yəni bu özündən razılıq hissləri həddən artıq olduğuna görə və nəticə etibarilə insanların Penlə ünsiyyət qurmasını çətinləşdirir. Və o bir sual verim. Yəni o Penin nə qədər biliyi yuxarıda olsa da, yüksək olsa da, o çox şey əldə edə bilmir də. Yəni hər şey bilikdən asılı demək deyil də elə. Yox. Yəni insanın emosional intellektindən asılıdır da. Bəli. İşdə hətta uğur qazanmaq özü belə, bəlkə müsahibədə belə. Bax məsələn, müsahibədə müəllimlər nə deyirdilər? Ola bilər qarşıda müəllimlər məsələn sizə saymaz yana münasibət göstərsə belə, amma siz yenə də öz emosional intellektinizi qorumalısınız. Yəni mütləq şəkildə xoş münasibət göstərməlisiniz də belədir. Əgər onlara əsəbi bir davranış nümayiş elətdirəndə bu nə deməkdir? Özünü idarə etmə mexanizmindən çıxacaq. Axı bilməlisən, axı sənin öz məqsədin var və nəticə etibarilə sən orada özünü idarə etməyə başarmalısan. Məsələn, mən biləndə ki, qarşımdakı insan mənə qarşı saymaz yana münasibət göstərəndə və çox əsəb baxanda mən özüm də əsəbləşirəm və nəyisə reaksiya bildirirəm. Amma biləndə ki, mənim bir məqsədim var və hər nə olursa olsun mən emosional sabitliyi nümayiş elətdirəcəm və qarşı tərəfdə bunu hiss elətdirməməyə çalışacam və ona görə də deyir ki, Daniel Goleman, əgər sənin bir məqsədin varsa, sən hisslərini də tənzimləməyi başarmalısan. Sən başqalarına münasibət göstərməyi başarmalısan. Başqalarına ünsiyyətə girməyi, onlarla əlaqə yaratmağı başarmalısan. Yəni deyir ki, sən bir işin içinə girirsənsə və nəzərə almalısan ki, yəni insanlarla ünsiyyətdə olursan da, belə deyək. Hə, daha sonra onun daha sonra bir araşdırmaları olur. Araşdırmalarında əsasən Goleman 5 komponenti müəyyən eləyir. Birincisi özünü dərk, ikinci özünü idarə etmə, üçüncü motivasiya, dördüncü sosial məlumatlı, beşinci münasibətlərin idarə olunması. Məsələn, deyir ki, İnsanı əhatə edən şəxslər, valideyn, qohum, müəllim və s. onun emosional intellektində bilavasitə mühüm rol oynayır. Və eyni zamanda, bax burada bir şey qeyd edeyim, Daniel Goleman deyirdi ki, bu emosional intellekt var ha, bu irsiyyətlə ötürülən bir əlamət deyil. Yəni bu doğuşdan gələn bir şey deyil. Və insanlar həyatın müəyyən mərhələsində inkişaf etdikcə bunları özündə, bu emosional intellekti özündə inkişaf elətdirə bilər. Yəni beləliklə Daniel Goleman qeyd edirdi ki, deməli
Necə ki, məsələn, behavioristlər deyirlər, davranış deyir ki, irsiyyətlə ötürülən bir amil deyil. Biz onu özümüz formalaşdıra bilərik də, özümüz istədiyimiz biçimə sala bilərik. Və buna qüvvət olaraq da Daniel Goleman deyirdi ki, bu emosional intellekt irsiyyətlə ötürülmür. Bu əslində belə qeyd eləyək ki, yəni insan zaman keçdikcə özünü inkişaf elətdirə bilər. Yəni müəyyən bir situasiya yaranar ki, insan özünü inkişaf elətdirmiş olar. Və onun emosional intellektin özü 5 komponenti var. Özünü dərk, özünü idarə etmə, motivasiya, sosial məlumatlıq və münasibətlərin idarə olunması. Və insanı deyir əhatə edən bu şəxslər, yəni valideynlər olsun, qohum olsun, müəllim olsun və s. onu emosional intellektin dəyişməsində bilavasitə mühüm rol oynayır. Məsələn, tutalım ki, uşaq ola bilər ki, öz hisslərini tanımırsa, valideyn oturur uşaqla üzbəüz danışar ki, bax sən burada bu hərəkəti elədin ha, sən filankəsdən əslində incimişdin, ona əsəbi münasibət göstərdin. Əslində inciməyi də başqa yolla göstərmək olar, yəni bildirmək olar. Bəzən olur ki, insanlar bir davranış nümayiş elətdirirlər, amma onun arxasında hansı hisslərin dayandığını bilmirlər. Və ona görə də Daniel Goleman bunu 5 komponentdə sistemləşdirmişdir. İndi gəlin diqqət edək onlara. Görək hansılardır. Amma dəyişməyən də var da müəllimə. Elə insan var ki, dəyişmir də. Yəni elə əvvəldən ünsiyyətçil deyil. Belə axıra qədər də elə qaşqabaqlı, sakit gedir. İndi o insanın belə qeyd eləyək də, özü öz həyatı barədə qərar verməsindən çox şey asılıdır. İndi gəlin baxaq. Birinci özünü dərk. Burada şəxsin özü haqqında məlumatlı olmasıdır, özünü tanımasıdır, öz emosiyalarını bilməsidir. Harda əsəbi olur, harda gülür, harda ağlayır. Bütün bunları bilməsidir. Və bundan başqa demək, o hisslərin nə olduğunu demək və o ümumiyyətlə məsələn bəzən olur ki, hissin nə olduğunu bilmir, amma bununla yanaşı ona kömək etmək lazımdır. Bəzən deyir ki, insanlar deyir ki, məsələn hər hansı bir tutalım ki, kimsə səndən inciyə bilir və götürüb məsələn qələmi kiməsə tullaya bilir, hə? Amma sən ondan soruşanda yox, əslində əsəbləşir, qələmi götürür, tullayır sinif yoldaşına. Soruşanda ki, sən qələmi niyə tulladın? O deyir ki, mən ondan incimişəm. Mən onu, axı inciyəndə adam qələmi kiməsə atmalıdır və yaxud da kiməsə ziyan verməlidir. İnciməyi başqa üsullarla göstərmək olar və müəllim burada ona istiqamətləndirici suallar verməklə uşağa izah edir ki, sən əslində inciməmsən, sən hirslənmisən ona qarşı. Ona görə də və bu hirslənməyin nəticəsi olaraq da sən qələmi götürüb o uşağa atmısan da. Yəni inciyəndə adam adamdan inciyir və görsən ki, heç nə eləmirsən də o adamı inciyirsən, əli ayağı yığışdırıb keçib oturursan bir küncdə. Yəni başqalarına sənin nə xeyrin toxunur, nə ziyanın toxunur da, belə deyək. Amma əsəbi adamın ziyanı toxunur axı. Yəni bu olur. Əsəbləşəndə müəllimə 3-4 dəfə telefon sındırmışam. İndi düzgün eləməmişəm elə. Yəni orada siz artıq belə deyək də, özünü idarə etmə mexanizmi artıq məsələn telefon orada nə günahı var ki? Hə, telefon orada özümü idarə edirdim, əsəbləşirdim. Tamam, onda pis vəziyyətdə idim də, yəni çox pis günlər keçirmişəm mən. Hə. Bədənim əslində xəsarət yetirdim. Özümü vururdum, sinəmi, üzümü cırırdım. Hə. Bu dərsləri paylaşacağıq könüllü. Ev yoxdur, okuldan olacaq ki, müəllimə. Hamının başına hər şey gələr. Əsasında şimdi yaşayıram. Hə, yəni o bildirmək istədim. Yəni onu dedim ki, yəni insan özünü tənzimləməlidir. Yəni bir bəs biz özümüzü tənzimləməliyik ki, biz özümüzə başqalarına xəsarət yetirmədən hadisələri müsbət yöndə dəyişə bilək. Bəs belə qeyd eləyək də, yəni bəs insan hisslərini idarə edə bilməsə çox şey edə bilər. İnsan da öldürə bilər, iraq olsun. Nə olsun yaxşı insandır həyatda. Amma elə bir şey eləyə bilər ki, məsələn elə bir hiss ona güclü gələ bilər ki, o insan öldürə bilər. İraq olsun, insanlar valideynlərini öldürürlər. Nə bilim, şiddət çox belə qeyd eləyək ki, gündə bir hadisə eşidirik də, həqiqətən də buna təəccüblənirik. Allah iraq eləsin. Yəni bax belə şeylər olur da. Bu da nədən irəli gəlir? Öz insanların emosiyalarını tənzimləməməsindən irəli gəlir. Yəni bu da həqiqətən Daniel Golemana görə çox mənfi bir şeydir. Və bundan əlavə, bax burada nə etmək lazımdır?
Məsələn, elə bir hal gördükdə uşaqdan soruşmaq lazımdır. Yəni belə bir situasiyada nəzərdən keçirib şagird dostuna ona dediyi sözə görə demək ondan inciyib, bax burada həmin situasiyada və bu zaman müəllim ona sual verir. Sən nə hiss edirsən? Uşaqlara artıq özünü dərkdə uşağın öz hissləri barədə soruşmaq lazımdır. Səncə niyə özünü belə hiss edirsən? Görsən uşaqla bağlı, uşağın hissləri ilə bağlı, davranış yox ha müəllimə. Uşağın hissləri ilə bağlı uşaqdan nəsə soruşmaq lazımdır. Ki, uşaq özü nə hiss elədiyini, birinci uşaq hisslərini tanısın. Hisslərini tanısın və buna görə də hisslərini tanımaq yalnız demək insanın hansı hisslərə malik olmasından ibarət deyil. Eyni zamanda müəyyən hissi nə vaxt büruzə verməli və nə zaman göstərməmək lazım olduğunu öyrənir insan. Baxın, məsələn tutalım ki, siz öz rəqibinizlə üz-üzəsiz və məsələn tutalım onunla yarışırsınız və bu zaman sizin ondan xoşunuz gəlmir, amma siz bir yarışdasınız. Nəticə etibarilə siz əsəbləşdiyinizi, ondan zəhləviz getdiyini bildirsəz, bu sizin yenildən birinci vasitə olacaq. Ona görə də özünü dərk etmək insanın hisslərini tanıması və eyni zamanda müəyyən hissin nə vaxt və hansı təsirlər altında, nə dərəcədə güclü surətdə üzə çıxarmasından, keçirdiyimiz hisslərin davranışımıza necə demək əks olunmasından xəbərdar olmaqdır. Yəni insan hisslərini tanıyır burada. Və eyni zamanda Goleman qeyd edir ki, özünü dərk yüksək intuisiya və düzgün nəticə çıxarmanın əsasıdır. Əgər insan özünü tanıyırsa, öz hisslərini tanıyırsa, insanda deməli yüksək intuisiya var və eyni zamanda düzgün nəticə çıxarma xüsusiyyəti var. O bunu hətta mənəvi kompas adlandırır. Bax, sual verəcəm. İnsanın bu komponentlərdən hansını Goleman məsələn mənəvi kompas adlandırmışdı. Bax, deyəcəksiniz ki, özünü dərk. Bəs deyəcəm ki, hansı komponentdə yüksək intuisiya və düzgün nəticə çıxarmanın əsasıdır? Deyəcəksiniz ki, özünü dərk. Və eyni zamanda qeyd edək ki, müəllimlər, yəni demək bu baxımdan deyir Lawrence Kohlbergin irəli sürdüyü mənəvi inkişafın mərhələləri emosional intellektlə sıx bağlıdır. Yəni insanın hissləri ilə bağlıdır. Emosional intellekt gücləndikcə rasionallaşma baş verir. Yəni insanın emosiyaları yüksəldikcə, emosiyalarını müsbət saxladıqca o artıq məntiqi düşünməyə başlayır. Bilirsiniz? Yəni burada Daniel Goleman nə deyir? Deyir ki, insan daha çox hisslərinə qapılsa, bu zaman insanın beyni məntiqi düşünməyəcək. İnsan ancaq konfliktlərə meyilli olacaq və heç bir işin uğurlu görə bilməyəcək. Amma Daniel Goleman deyir ki, yəni həyatda nə olursa olsun gülümsəmək lazımdır və Daniel Goleman deyir ki, əgər insan öz emosional intellektini yüksək saxlasa, onda onun beyni də belə qeyd edək ki, məntiqi düşünəcək və doğru qərarlar verəcək. Və məsələn, bax belə qeyd eləyək. Testdən nəticələri deyir, demək şagirdin testdən nəticələri açıqlanır və bir şagird balına baxıb çox məyus olur. Və sinifdə sakit oturmaq əvəzinə əşyalarını bir şəkildə demək çantaya atır və yaxud da qələmini qıra bilər və s. Müəllim deyir ki, ona özünü necə hiss edirsən? O deyir ki, əsəbiyəm, çünki yaxşı bal gözləyirdi. Müəllim deyir ki, səncə deyir bu hissin davranışa necə təsir etdiyini, demək necə təsir etdiyini göstərir də. Yəni səncə demək bu hissin davranışda özünü necə təsir etdiyini göstərir. Yəni belə bir sual verir və uşaq da artıq başlayır onu izah etməyə. İzah etdikcə uşaq başa düşür ki, onun hissi davranışına necə təsir göstərir və uşaq məsələn balı eşitdi, lap yaxşı. Yəni sən bildin balı, yəni sən çalışaraq bunu düzəldə bilərsən. Uşaq bunu dərk etsə, elə bir əsəri davranış sərgiləməzdi. O qələmin nə günahı var idi, o qələmi qırmazdı. Yəni görürsünüz, biz emosiyalarımızı idarə edə bilməsək və emosiyalarımız aşağı səviyyədə qalsa, biz öz davranışımızda çox mənfi şeylər sərgiləmiş olarıq və hətta bizim bax məsələn tutalım ki,
çox əsəbi bir adam olsun da, əsəbini tənzimləyə bilməyən bir adam olsun, hisslərini, əsəb hissini də belə qeyd edir. Siz tutalım ki, MİQ imtahanına hazırlaşırsınız, o əsəbini tənzimləyə bilməyən müəllim. Əsəblərini tənzimləyə bilmirsə, hər şeyi ürəyinə salırsa, tez qapanırsa, başqa müəllimlər oturub oxuyan vaxtı bu büküncə çəkilib ağlayırsa, bu müəllim gedib necə imtahanda yüksək nəticə toplaya bilər axı? Ona görə də Daniel Goleman deyir ki, əgər sən müsbət, yaxşı işlər görmək istəyirsənsə və sən həyatda gözəl bir məqsədin varsa, mütləq şəkildə sən emosiyalarını idarə etməlisən ki, sən məntiqi də düşünə biləsən. Daha sonra özünü idarə etmə. İnsan öz hisslərini tanıdıqdan sonra, daha sonra öz davranışlarını rahat idarə edə bilir. Burada nəzərə alınacaq məqam, istənilən hisslər lazım gəldikdə güclü, lazım gəldikdə isə zəif büruzə verilməlidir. Məsələn, deyək ki, Daniel Goleman deyirdi ki, insan, təbiət, yəni insana bütün hissləri verib. Əslində, bu bütün hisslərin insanda olmağı müsbət bir şeydir, müəllimlər. Yəni, bu olmalıdır. Daniel Goleman deyir, bunu olmalıdır. Amma biz onları lazımi yerdə göstərməliyik də. Hər yerdə öz hisslərimizi açıb ortaya tökməməliyik. Yəni, bunun da öz yerləri var, göstərilə biləcək. Və özünü idarə etmə zamanı keçirilən hisslərin rasional düşüncə ilə kökləməsi çox vacibdir. Yəni, insan sözü ağzından bişirib çıxarmalıdır. İnsan bir hərəkət edərkən onu mütləq beynində düşünməlidir ki, bu sabah hansı nəticələrə səbəb ola bilər və ona görə də öz davranışını sərgiləməlidir. Baxın, deməli, həm insan öz hisslərini büruzə verərkən, öz davranışlarını idarə edərkən mütləq şəkildə rasional zəkada mühüm burada yer tutur və bunun üçün də insan emosiyalarını idarə etməlidir. Yəni, yüksək səviyyədə tutmalıdır ki, yəni müsbət, yaxşı tutmalıdır ki, və o məntiqi düşünə bilsin. Məsələn, tutalım ki, elə yuxarıda göstərilən situasiyanı deyək. Şagird öz hisslərini tanımağa imkan yarandıqdan sonra artıq deyir ki, səncə dostun niyə belə etdi? Məsələn, davranışına görə də, dostun niyə belə etdi də? Bəlkə deyir, sən onu düzgün demə anlamamısan. Məsələn, uşaqlar arasında belə bir dava olur. Nəsə bir münasibətləri yüngül belə deyək ki, atışırlar bir-birləri ilə və müəllim gəlir deyir ki, məsələn, səncə deyir öz hisslərini və deyir ki, ona səncə dostun niyə belə etdi də, yəni sənə qarşı. Bəlkə deyir sən onu düzgün anlamamısan, yəni dostunu vurmaqda. Bəlkə sən düzgün etməmsən, onunla bunu müzakirə etmisənmi? Səncə deyir, həmin anda sənin belə reaksiyan doğrudurmu? Təsəvvür elə, uşaq gəlir ona bir söz deyir və bu da bir yumruq çəkir onun üzünə. Yumruq vurandan sonra müəllim başlayır ona davranışları ilə bağlı sual verir. Bax, özünü dərkdə uşağa hissləri ilə bağlı sual verilir. Özünü idarə etməkdə isə uşağın davranışı ilə bağlı uşağa sual verilir. Daha sonra müəllimlər keçək. Keçək 3-cü mərhələ olan motivasiya mərhələsinə müəllimlər. Motivasiya, yəni belə qeyd olunur ki, emosional intellektin digər komponenti təbii ki, motivasiyadır. İnsan nailiyyətə sövq edən əsas faktor nə olmalıdır? Motivasiyadır. Siz bir işi görürsünüzsə, deməli sizin motivasiyanız var. Motivasiya iki yerə ayrılır. Daxili motivasiya, demək və xarici motivasiya. Daxili motivasiya o deməkdir ki, siz bunu özünüz üçün edirsiniz və öz həvəsiz olduğuna görə edirsiniz. Məsələn, internetdə blogerlərdən biri qarşıma çıxır. Qadın özü psixoloqdur, amma müəyyən vasitələr almaqla şamlar düzəldir və əhəngdən müəyyən fiqurlar düzəldir ki, daha sonra rənglər hazırlayır. Rəngləri də satır da onunla bir yerdə. Uşaqlar həmin o əhəngdən hazırlanmış fiqurlarda alırlar, onu rəngləyirlər də, üstün fırça da qoyur belə. Yəni, o qadına əlavə bir marağıdır və o həvəs onun daxilindən gəlir. Və yaxud da ki, insan boş vaxtlarında nə edir? Yemək hazırlayır və bunu çəkir, paylaşır, hər kəslə paylaşır. Demək, davam edirik. Dedik ki, motivasiya... Səs açım. Deməli, davam edirik. Dedik ki, motivasiya iki cür olur. Daxili motivasiya və xarici motivasiya. Məsələn, qeyd edək ki, məsələn, insan bayaq çəkdiyim nümunə, xanım məsələn işindən sonra yeməklər bişirir və eyni zamanda əlavə də bunu çəkir, paylaşır və bu zaman özünü çox rahat hiss edir. Nəticə etibarilə belə məlum olur ki,
Bu əslində kiminsə ona məcburiyyəti deyil və kimsə onu yaxşı görsün deyə bunu etmir. Yəni həmin insan özü bu proseslə məşğul olar ki, özünü rahat hiss elədiyinə görə, yəni heç kəs məsələn uşaq var ki, gedir özü oturur dərs oxuyur. Heç ona deməyə ehtiyac yoxdur ki, get dərs oxu. Bu uşağın daxili motivasiyasıdır. Uşaq da var ki, dərs oxuyur ki, imtahan olacaq və yaxud da ki, müəllimlərim mənə məsələn 5 yazsın, valideynim qoy məni yaxşı görsün belə. Bu da xarici motivasiyadır. Motivasiyanın 2 növü var. Daxili və xarici. Daxili insanın özü ilə bağlıdır, daxili həvəsdir, daxildən gələn həvəsdir. Xarici isə xarici faktorlardan gələn, xarici stimullardan gələn həvəsdən irəli gəlir. Baxın, məsələn, Oqtay Eloğlu əsərini xatırlayaq. Oqtay Eloğlu əsərində deməli Oqtay teatr yaradır, əsərləri səhnələşdirir. Məsəl üçün, onun daxili motivasiyasıdır da. Yəni o özünü xoşbəxt hiss edir ki, Azərbaycan xalqının teatrı olacaq və insanlar teatra gedəcək, onlar mədəni olacaqlar və s. Orada bir də Aslan bəy var. Aslan bəy də niyə görə teatra gedir ki? Yəni orada Rus belə deyək, idarəçiliyi, Rus hakimlərinin gözündə o daha da hörmətli bir şəxs kimi görünsün. Deməli burada əslində onun teatra getmək kimi marağı yoxdur. Sadəcə onlara öz vəzifə gərəyi bunu edir də. Yəni bu öz boyunduruq kimi edir bunu. Nəticə etibarilə bu da olur xarici motivasiya. Bax məsələn deyək ki, Bomba yəni hekayəsində, novellasında o Qaradavoy Kərbəlayı Zal niyə görə gedir nədir bu? Qulluqdan çıxmaq istəmir. Deyir ki, gözləyir ki, yəni belə deyək, maaşı artacaq və ona bəlkə də vəzifə verəcəklər. Niyə görə bunu? Öz işini əslində məcburiyyətdən görür. O sadəcə vəzifə, belə deyək də, vəzifə qazanmaqdan ötəri, insanların gözündə qalxmaqdan ötəri edir bunu. Yəni bu da nəticə etibarilə nədir? Xarici motivasiyadır. Yəni xaricdən gələn mükafatlar, yaxşı şeylər onu həvəsləndirir. Əslində belə baxanda heç özünə həvəs zad da yoxdur. Belə götürəndə. Daha sonra elə bax burada var bu hissədə. Deyir şagird deyir mürəkkəb riyazi tapşırığa baxıb deyir, bu çox çətindir, mən bunu edə bilməyəcəm. Müəllim motivasiya yönümlü scaffolding tətbiq edir. Ola bilər ki, uşağa biraz daha sadə tapşırıq verə bilsin. Ola bilər ki, verilən tapşırığı daha da qısalaşdırıb versin və s. Yəni müəllim onu uşaq üçün təmin etmiş olar. Olur daha doğrusu. Daha sonra müəllimə gəlir növbəti mərhələ sosial məlumatlıq. Bunun digər adı olur empatiya. Empatiya nə deməkdir? Yenə də özünü başqalarının yerinə qoyub onun nə hisslər keçirdiyini anlamaq, yəni onun kimi həyata baxış sərgiləməkdə belə deyək. Və empatiyada əslində burada Sigmund Freudin bir maraqlı fikri var. Qeyd edir ki, Sigmund Freud və deyir ki, insanlar deyir sir saxlamağı bacarmırlar da əslində. Onlar deyir dodaqları sussa da barmaqlarının ucu ilə əslində onlar qeybət edirlər. Yəni bunu qeyd edir. Əslində deyir ki, onlar barmaqlarının ucu ilə qeybət edirlər. Bu nə deməkdir? İnsanlar bədən dili ilə artıq öz emosiyaları barədə məlumat vermiş olurlar. Və insanlar yüksək emosional intellektə sahib olduqda və eyni zamanda empatiya qabiliyyəti olduqda bu zaman qarşısındakı insanın bədən dili ilə hansı hisslər keçirdiyini anlamış olur. Anlamış olur. Və məsələn, amma empatiya göstərməkdən, qarşımızdakı insanların hisslərini anlamaqdan ötəri müəllim təbii ki, dərsin əvvəlində, məsələn, dərs ilinin əvvəlində uşaqlarda buzqıran strategiyasını istifadə etmək olar və bu buzqıran strategiyası uşaqların bir-birlərini tanımasına şərait yaradır və bir-birini tanıyanda da təbii ki, uşaqlar bir-birlərinin hisslərini anlayırlar, özlərini onların yerinə qoyurlar, onların qərarlarını, verdiyi qərarlarını təbii ki, hazırki vəziyyətinə görə olduğunu anlayırlar. Məsəl üçün, bax, burada bir nümunə var. Deyir ki, burada qeyd edir ki, şagirdlər deyir ki,
biri sinifdə sakit oturur və dərsə qoşulmur. Qrup yoldaşı, yəni sinif yoldaşı müəllimə yaxınlaşıb deyir ki, müəllimə, bu gün deyir çox sakitdir, o bu gün çox sakitdir. Yəqin özünü pis hiss edir. Qrup işində ona daha yüngül bir hissə verərik ki, o da prosesə qoşulsun və belə qeyd eləyək də, özünü yaxşı hiss etsin. Əslində onun keyfi yoxdur bu gün, onun keyfini açaq deyə. Deməli bu uşaqda empatiya hissi çox güclüdür. Yəni başqalarının hisslərini anlamaq qabiliyyəti güclüdür, belə deyək. Empatiya, sosial məlumatlıq nə deməkdir? Özünü başqalarının yerinə qoymaq və insanların hisslərini tanımaqdır. Özünü dərkdə insan öz hisslərini tanıyır. Empatiya isə insan başqalarının hisslərini tanıyır. Daha sonra münasibətlərin idarə olunması. Bu nə deməkdir? Başqaları ilə səmərəli münasibət qurulmasıdır. Bunun üçün də qrup işləri keçirilir, bütün siniflər iş keçirilə bilər, layihə işləri keçirilə bilər və s. ki, bunun nəticəsində deməli insanlar digər insanlarla artıq məktəbdən başlayır da münasibətlərini idarə edə bilərlər. Bəs insanlar buna da sosial bacarıqlar demək deyilir və bu sosial bacarıqlar da dedikdə isə aktiv dinləmək, verbal və qeyri-verbal kommunikasiya qurmaq, liderlik və inandırıcılıq qabiliyyətidir. Burada ümumiyyətlə qeyd eləyək ki, verbal nə deməkdir? İnsanları aktiv dinləmək nə demək? Siz danışırsınız, mən sizi dinləyirəm. Daha sonra verbal. Verbal nə deməkdir? Sözlü ünsiyyət qurmaq. Qeyri-verbal nədir? Yəni baş hərəkətlərlə bunu bildirmək, yəni göstərmək də, bunu göstərmək. Kommunikasiya bacarıqları təbii ki, insanlar yumşaq ünsiyyət bacarıqlarıdır. Liderlik nə deməkdir? Bir qrupda uşaqları bir araya yığmaq, onların bacarığına uyğun onlara fəaliyyət vermək. Daha sonra inandırıcılıq qabiliyyəti, yəni fikirlərini ifadə edərkən insan var ki, elə bir fikir ortaya atır ki, başqaları ona etinasız yanaşmağa başlayır da, inandırıcılıq qabiliyyəti çox zəif olur. Daha sonra müəllimlər bundan əlavə, yəni münasibətlərin idarə olunması dedikdə, yəni insan emosional intellektini yüksək saxladıqda, başqaları ilə də münasibətləri yüksək səviyyədə qura bilir. Və bunun üçün də təbii ki, yəni layihə işləri aparmaq olar, qrup işləri aparmaq olar, bütün sinifdə birgə iş aparmaq olar və s. ki, uşaqların lap aşağı siniflərdən başlayaraq şagirdləri ilə əməkdaşlıq etməyi, onlarla ünsiyyət qurmağı, ünsiyyət qurarkən onları dinləməyi, dinləyərkən belə qeyd edək ki, nitq söyləyərkən gözləmək lazımdır ki, qarşıdakı insan öz nitqini yekunlaşdırsın, ondan sonra münasibət bildirmək. Siz təsəvvür edin ki, uşağın biri nitqini yekunlaşdırmır, o birisi onun sözünü kəsir, başqa bir sual verir və s. O hələ sözünü bitirməyib baxır və belə uşaqlar arasında gərginlik yaranmağa başlayır. Ona görə də qrup işləri məsələn icra etmək, layihə işləri təşkil etmək və s. bunların nəticə etibarı ilə uşaqlar artıq bir-birləri ilə belə qeyd eləyək ki, belə qeyd edeyim ki, artıq münasibətləri yaranacaq və o münasibətləri düzgün istiqamətdə tənzimləyə biləcəklər. Emosional intellektin formalaşdırmaq üçün bayaq dediyimiz kimi istiqamətləndirici suallar vermək olar uşaqlara. Təbii ki, bunu da kim edə bilər? Əsasən müəllim edir də, belə fasilitator edir. Dəstəkləyici mühit yaratmaq lazımdır bundan ötəri. Özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə strategiyalarını istifadə etmək lazımdır. Metakognitiv düşüncəni dəstəkləyən fəaliyyətlər icra etmək lazımdır. Fikir verirsinizsə, bu eyni zamanda sosial-emosional öyrənmə və bundan əlavə də metakognitiv bacarıqlarla bağlı olan anlayışlar da bu emosional intellekti öz əksini tapmışdı. Sonra refleksiya etməsinə, uşağın refleksiya etməsinə imkan vermək lazımdır. Deməli, bundan bu qədər. Keçək Qaniye nəzəriyyəsinə. Qaniye nəzəriyyəsinə keçək.